أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين. أما بعد. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Değerli Müslümanlar, biz yani her bir Müslüman Allah'ı zikredirik. Amma görəsən biz Allah'ı çox zikr edənlərdənik, yoxsa az zikr edənlərdənik? Və unutmayaq, bu bizim Allah yanında olan dərəcəmizin fərqini bildirən səbəblərdəndir. Allah'ı çox zikr edənlər Allah qatında ən əzəmətli mükafatlara layiq olacaqlar. Ən böyük mükafatlara. Allah'ı çox zikr edənlər. Amma təəssüflər olsun ki, dəyərli dinləyicilər, sizə onu da deyim ki, bu mövzu o qədər önəmli mövzudur ki, hətta bunu bəzi özünü İslam bilgini adlananlar belə düzgün anlamayıblar. Misal göstərmək olar sufiləri. Onlar zahirə görə Allah'ı çox zikr edirlər. Hey əllərində təsbih, məsciddə fırlanırlar, rəqs edirlər, Allah Allah deyirlər. Zahirə görə çox zikr edirlər. Amma bax, bugünkü dərsimiz bunun üzərində qurulmuşdu. Ümumiyyətlə çox zikir nədir? Az zikir nədir? Bunların ikisini də Qur'an ayəsinin işığında incələyəcəyik ki, görək biz hansılardanıq. Allah bizi onu çox zikr edənlərdən etsin. Əmin. Bu məsələyə iki kontekstdən baxmaq lazımdır. Əvvələn, Allah'ı çox zikr edən, yəni məsələyə birinci bu aspektdən baxaq ki, Allah'ın əmirlərini nə qədərini icra edə bilirsən? Gündə 5 vaxtı namaz var. 5 vaxtı namazı qılırsansa və deyilən zikirləri edirsənsə, sən Allah'ı zikr edənlərdən sayılırsan. Əgər bunların hamısını yerində etsən, Allah'ı zikr edənlərdən sayılırsan. Xoş halına. Bu məsələnin birinci tərəfidir. Yəni, Allah'ın sənə əmr etdiklərini edirsən. Qur'an oxuyursan, namaz qılırsan, səhər axşam zikirlərini edirsən, dualar edirsən, bəli, sən zakirlərdənsən. Allah'ı zikr edənlərdənsən. Bir də vardır ki, məsələnin digər tərəfi. Məsələnin digər tərəfi, yəni ikinci baxışımız nədir? Ən mühüm olanı, dəyərli insanlar, təsəvvür edirsinizmi? Allah Qur'an-ı Kərimdə siz Allah'ı nə yaman az zikr edirsiniz? Əl-Haqqa surəsi 42-ci ayədə demişdi. Qalilən mə təzəkkərun. Siz nə qədər az zikr edirsiniz? Bir Müslüman necə Allah'ı az zikr edə bilər? Əgər bütün bunları edirsə, baxın dəyərli insanlar, Allah'ın zikri təkcə Subhanallah, Subhanallah demək deyil. Və yaxud da ki, namaz qılarkən namaza başladım, təkbir gətirdim, namaza başladım və sözləri deyirəm. Tək bu deyil zikir. Çünki zikir 3 formada baş verir. Qəlb ilə, dil ilə, bir də əzalarla. Əzalarla zikir namaz qılmaqdır. Allahu Ekber, əllərin qalxdı. Ruku edirsən, səcdə edirsən. Bu, əzaların zikridir. Bir də var dilin zikri. Dil deyir, Subhanallah, Elhamdülillah, Allahu Ekber. Bir də vardır, ən mühüm olanı,
Yəni sənin əsli zakirlərdən olduğunu bildirən Allah qatında qəlbidir. Sən qəlbində Allahı nə qədər zikr edirsən. Bax, bugünkü dərsimiz də bunun üzərində qurulmuşdu. Yəni, zaten biz bu dərsləri dinləyənlər Allaha iman etmiş, möminlər, müsəlmanlardır. İman əhilləridir, bu dərsləri dinləyir. Yoxsa onun nə işi var ki, burada oturub yarım saat bu dərsi dinləsin? Deməli, Allaha iman edənlərdir. Elə ona görə də sənə, özümə səslənirəm ki, ey iman edənlər, Allahı çox zikr edin. Ya eyyuhellezine amenu zkurullaha zikran kesira. Bu ayədir Qur'an-ı Kərimdə. Əl-Əhzab surəsi 41-ci ayə. Ey möminlər, Allah möminlərə səslənir. Yəni sənə, bizə səslənir. Ey Allahın qulları. Allah deyir, Allahı çox zikr edin. Zikran kesira, çoxluca zikr edin. Bax, bu sözdə çoxlucalıq deyil. Yəni, sənin şuurun, sənin qəlbin zikr edərkən Allah ilə olsun. Həmən bu zikirdir, əsli zikir. Sən zikri edərkən hiss et. Yəni, namaz qılırsansa, namazı hiss et. Sədaka verirsənsə birinə, yaxşılıq eyləyirsən, hörmət edirsən, onu Allah görürmüşsən kimi et. Ali İbn Əbu Talib demiş ki, mən görmədiyim Rəbbimə ibadət etmərəm. O bunu demək istəyir. Yəni, mən görürəm o Rəbbimi. Çünki o məni görür. Hər yerdə məni görür. Yəni, Allah səni görürmüş kimi sədaqə ver. Necə ki, Qur'an-ı Kərimdə deyir, onlar ruku halında zəkat verərlər. Ruku halında zəkat möminlərin sifətidir. Yəni, yaxşılığı eyləyəndə özünü əy, təkəbbürlə yaxşılıq etmə. Namaz qılırsansa, bununla fəxr etmə. Başqalarının qabağında öyünmə. Sən namaz qılırsan, o dedi, yox. Bir baxışla ona baxdı ki, yəni mən iman əhliyəm, sən nə gündəsən? Etmə belə, dəyərli insan. Allah qatında hər birinin dəyəri vardır ki, Allah onu yaradıb. Təsəvvür edin, Firon kimi yaramaz. Özünə ilah dizdirəcək qədər təkəbbürlənmiş bir insanı belə Allah qəzəblənib cəhənnəmdə yandırmaq istəmirdi. Onun üzərinə peyğəmbər göndərdi, möcüzələr göndərdi ki, və dedi, ey Musa, onunla yumuşaq danış, bəlkə hidayət oldu. Gör nə qədər mərhəmətlidir Rəbbimiz. Ən zalımı belə xilas etmək istəyir. Səni xilas etmək istəməz. Ona görə də deməli, Allah yanında hər şəxsin dəyəri vardır ki, Allah onu yaradıb, ortaya çıxardıb. Milyardla hüceyrənin içindən səni Allah seçib, dünyaya gətizdirib ki, mənim bu qulum mənə səcdə edəcək, mənə şükür edəcək, mən də bunu cənnətə salacağam deyə səni dünyaya gətirmişdi. O səni dünyaya gətirməyib ki, burada səni süründürsün, əzab, əziyyət versin və desin, indi də öldün, hər şey bitdi. Yox, o səni çox qısa bir yuxu qədər qısa olan bir ömrün içində imtihan edir və sənin üçün əbədi bir cənnət hazırlamışdır. Elə cənnət hazırlamışdır ki, mələklər Allahdan o cənnəti xahiş etdilər ki, Allahım, onu bizə ver də. O dedi, xeyr, mən onu öz əllərimlə düzəltdiyim məxluqa verəcəyəm. Yəni, sən insanı nəzərdə tutdu, ey Allahın qulu. Yəni, ibadəti Allaha çox görmə. İbadəti edərkən zövq ilə hiss et, yaşa. Dilin deyərkən qəlbin onu hiss etsin. Birinə sədaka verəndə, mənim varımdır, verirəm düşüncəsini bir tərəfə qoy. Bunu düşün. Mənim də yoxum idi. Allah mənə bunu verdi. Mən də bunu kiminləsə paylaşmalıyam. Yəni, özünü həmən adamın yerinə qoyaraq ona yardım et. Özünü ondan üstün tutaraq deyil. Bax, Allahı zikr edən bunlardır. Daha doğrusu, çox zikr edən bunlardır. Niyə? Birisi Allahı sayı ilə zikr edir.
100 dəfə dedim, əstəğfirullah, bitdi. Yox, yox, bitmədi 100 dəfə ilə. Ola bilsin ki, başqası 10 dəfə deyib, səndən irəlidədir. Ola bilsin ki, sən 1000 dəfə demisən, onun 10 danasına çatmamısan. Niyə? Çünki heç birində hiss etməmisən. Zikri hiss etməmisən. Allahı çox zikr edənlər bunlardır. Həm ibadətlərini edir, Allahın əmr etdiklərini edir və həm də gün ərzində harada olursa olsun Allahlandır bu adam. Bu adam mühəndisdir, bir şey düzəldir. Onu düzəldərkən içində Allah ilə söhbət edir. Onu düzəldərkən Allaha həmd olsun ki, mənə bu istedadı verib. Mən bununla işləyirəm, həm ailəmi dolandırıram, həm Rəbbimə ibadət edə bilirəm. Allahım, sən nə gözəl ayaqlar vermisən mənə. Mən bunun üzərində qalıram, bunun üzərində ailəmi də saxlayıram və sənə ibadət də edirəm. Allahım, nə gözəl əminamanlıq vermisən. Havamızı, əminamanlığımızı, bir ölkədə yaşayırıq, sakitçilik, ibadətimizi edə bilirik. Yəni bunlar hamısı nemətdir. Bunları düşünə-düşünə insan Allahı zikr edir. Elə ona görə də bu cür optimist insanlar, yəni hər nəyə gözəl baxan, hər nədə gözəlliyi görən insanların çöhrəsi də gözəl olur. Üzündən düyünlü qaşqabaq nifrət yağmır. Çünki hər nəyin gözəlliyini görür. İsa aleyhissalam dostları ilə birlikdə yol gedirdi. Bir it ölüsünə, bir versiyada da uzunqulaq ölüsünə rast gəlirlər. O çürümüşdü. Və biri burnunu tutub getdi, dedi, bu nə iyi verir. Biri dedi, bu hansı axmaq götürüb bunu atıb bura. Hərə bir söz deyinə dedilər. İsa aleyhissalam da gəlib onun yanından keçəndə baxdı, dedi, aman Allahım, bu heyvanın dişləri nə gözəldir. Gör, nə gözəl dişləri var bunun. Heyvan çürüyüb, dişləri qalıb çöldə. Yəni, çürüntünün, çirkabın içində gözəlliyi gördü. Bu, Həzrəti İsa'ya məxsus xarakter deyil. Bu sənin də xarakterindir. Mənim də xarakterim olmalıdır. Çünki hər birimizdə bunu Allah verib. Optimist ol. Yəni hər şeyin içində bir gözəllik tap. Yaşadığın həyatdan zövq ala bil. Bugün sənə fürsət verilib. Bugünün zövqü var. Hələ niyə yoxsulluq deyib, yoxdur deyib, bu işim alınmadı, filan kəs haqqımda bu sözü dedi, deyə bir nifrətli həyat yaşayırsan ki. Hər nəyvi də məhv edirsən, orqanlarını da məhv edirsən, həyatın da olur acı. Niyə bu gözəlliyin içində hər kəsdə bir gözəllik var? Sənin ən qəddar düşmənində də bir gözəllik var. Onu sən görmürsən. Onu sevən birisi görür. Səndə də bir gözəllik var. Sənin düşmənin onu görmədi. Dostun isə onu gördü. Deməli, dost kimi davransaq, gözəllikləri görəcəyik, nemətləri görəcəyik, təşəkkür edəcəyik. Amma biz hər şeyə pessimist nəzəriyyəsi ilə baxsaq, inanın ki, deyəcəklər, bu nə dünyadır, dünya pis korlanıb. Deyəcəklər, bu nə atadır, mənə yaxşı baxmır. Deyəcək, mən heç dostdan xeyir görmədim. Deyəcək, mən ailədən xeyir görmədim. O deyəcək, bu nə bədəndir, Allah mənə verib. Heç nəyi bəyənmir. Axırda Allahı belə bəyənməyəcək. Bəli, bu belə olacaq. Çünki bunun sonu Allahda nöqtələnir. Yəni, nifrət sonu Allahda nöqtələnir. Amma başa düşən birisi isə hər nədə bir gözəllik görür. Hər nədə. Yalnız Allahın nifrət etdiyi işlərdə işləri özünə düşmən görür. Şeytanı. Daha şeytanda gözəllik axtarmazlar. Çünki Allah bizə deyib, o sizin düşməndir. Haramın içində gözəllik axtarmazlar. Çünki o yaxşı olsaydı, Allah onu bizə tövsiyə edərdi. Ona görə dəyərli insan, amma bəzi insanlar var. Bütün halalları bir tərəfə qoyub, haramın içində gözəllik axtarır. O artıq tam əks yola gedir. Yəni, o Allaha tərəf deyil, surət ilə şeytana tərəf qaçır. Bilirsən, Allah isə Quranda nə deyir? Əz-Zəriyat surəsi 50-ci ayədə buyurur ki, möminlərə,
Fəfirru ilallahi inni lekum minhu nezirun mubin. Allahın Resulü deyir, bu Quran ayəsidir. Əz-Zəriyat surəsi 50-ci ayə. Ey Allahın qulları, Allaha tərəf qaçın. Demir ha, gedin. Qaçın deyir. Yəni Allaha tərəf qaçmaq lazımdır. Mən sizi qorxuduram. Qaçın Allaha tərəf deyir. Yəni Allaha tərəf qaçmaq lazımdır. Amma bəzi insanlar Allahı qoyub şeytana tərəf qaçır. Hey gün ərzində şikayət və sonuncu da xəstəlik, nifrət, heç bir işin alınmaması və bəzən də olur, o danışanda insanın özünü belə qara güc bürüyür ki, Allahım, bu nələr danışdı, bu nə qədər nifrət edir, Allahım, bu necə yaşayır bu nifrətin altında. Və o isə hələ şikayət edir və özü də hər kəsi haqsız çıxarda bilir. O isə onun səhvi, onun günahı Allahın nemətlərini görməməkdə, Allahı az zikr etməkdədir. Elə isə dəyərli insanlar, Allahın sənə verdiyi bir saçın qədrini bilsən, Allah səni ucaldacaqdır. Həcc surəsi 32-ci ayədə Allah Subhanahu taala buyurur ki: وَمَنْ يُعَزِّمْ شَعَائِرَ اللّٰهِ فَإِنَّهَا مِنْ تَقْوَى الْقُلُوبِ. Kim Allahın şuarlarını ucaldarsa, bu onun qəlbinin imanından irəli gəlir. Allahın şuarlarını ucaltmaq nədir? Allahın əmirlərini uca tutmaq. Allah deyib namaz qıl. Mən namaz qılmalıyam. Nə işimlə düz gəlmir, nə bacarmıram, yoxdur o söz. Uca tutmaq lazımdır. Namaz Allahın əmridir. Allah deyib həccə gedin. Gücün çatır, həccə get. Gücün həccə çatmır, umrəyə get. Ona da gücün çatmırsa, dua et ki, Allahım, sənin sevdiyin o yerlərdə məni ziyarət etməyi qismət eylə. Bunu ən azı belədir. Nəyim ki, bəzi şarlatanlar kimi oralara dil uzadıb da cürəbəcür sözlər danışırlar. Bunun səbəbi onların qəlbində imanın olmamasıdır. Çünki Allah ayə indirmişdi bu barədə. Ki, kim Allahın şuarlarını, Allahın da şuarı, həcc Allahın şuarıdır. Kim Allahın şuarlarını ucaldarsa, bu onun qəlbinin imanından, qəlbində Allah qorxusundan irəli gəlir. Bilirsən, Əl-Həcc surəsi 38-də Allah belələrinə, yəni Allahın əmirlərinə baş əyir, Allahı vaxtında zikr edir, belə insanlara və zikri edərkən onu hiss edir, coşur qəlbi, titriyir qəlbi. Bu adamlara Allah bilirsən nə deyir? وَبَشِّرِ الْمُحْسِنِينَ وَيُبَشِّرِ الْمُحْسِنِينَ İnna Allaha yudafi'u anillezine amanu. Siz mühsinləri müjdəliyin. Mühsin, yəni bax belə gözəl insanları müjdəliyin. Onlara müjdə verin. Və onlar bilsin ki, Allah onları müdafiə edəcək. Subhanallah. Allah səni müdafiə edəcəyini deyir. Ey Allahın qulu. Bilirsənmi bu nə deməkdir? Sənin nə qədər günahın var? Mənim, bizim, hər birimiz. Nə qədər yükümüz var, daşıya bilmirik. Amma Allah isə sənə deyir, səni mən müdafiə edəcəyəm. Səni Allah müdafiə edəndən sonra. Kimdir o şeytanı və yaxud da ki, günahkarları ki, onlar razılaşmasınlar? Kimdir ki onlar? Tək Allah səni müdafiə etsin. Dəyərli insan, unutma. Çox da dünya səni sıxmasın. Dünyada sənə aid heç bir şey yoxdur. Heç bir şey. Necə gəlmişdinsə çılpaq, səni bir parçaya bükdülər doğulan kimi. Hələ dünyanı dəyişəndə də həmən parça ilə gedəcəksən. Amma sən gözünü yumar yummaz Allahın dostu olsan, Allah səni müdafiə etməsini öz üzərinə vacib bilmişdi. Allah səni müdafiə edəcək qəbir əzabından, səni müdafiə edəcək cəhənnəm əzabından, səni müdafiə edəcək
məhşərin dəhşətli sorğu-sual günündən və sənə qarşı olanlara qarşı səni müdafiə edəcək. Sənin müdafiəçin Allah olacaq. Kim sənin qarşı çıxa bilər bundan sonra? Deməli, sən qorxma dünyadan. İşimlə düz gəlmir, bacarmıram, sənə aid heç bir şey yoxdur dünyada. Yoxdursa daha nədən qorxursan ki? Nəyi itirməkdən qorxursan ki? Hətta xəstəlik olsa belə, nədən qorxursan ki? Xəstəlik sənə nə edəcək ki? Sonu ölüm deyilmi? Təkcə xəstələr ölmür ki. Ən sağlam insanlar belə oturduğu yerdə qəflətən ölüm gəlib onu haqlayır. Güldüyü yerdə, yediyi yerdə və yaxud da ki, xəyallar qurduğu anda ölüm gəlib onu haqlayır. Ölüm təkcə xəstələri aparmır. Sadəcə olaraq sən bilginən, sənin başına nə gəlirsə, Allah görür, Allah bilir və Allah da zalim deyildir. Unutma, sən imanına diqqət et. Çünki nəyə diqqət edirsən, o inkişaf edir. Nəyə diqqətsiz yanaşırsansa, o məhv olur, xarab olur, sıradan çıxır. Həsən Bəsri, Ali ibn Əbu Talibin məşhur tələbəsi nə gözəl demişdi. Allahın ən böyük cəzası səni ibadətdən uzaqlaşdırmasıdır. Yəni bir insan ibadətdən uzaqlaşdısa, artıq bilginən ki, o Allahın bəlasına düşüb. Ola bilsin ki, ibadətdən uzaqlaşmaqdan sonra onun dünya işləri inanılmaz düzəlsin. Əgər belə olsa, ümumiyyətlə ağıllı adam daha da çox qorxmağa başlayır. Deyir ki, aman Allahım, bu Allahdan uzaqlaşdıqca bunun dünyası gözəlləşir. Deməli, vəziyyət daha pisdir. Allah onu daha uçuruma salmaq istəyir. Çünki o layiq olmadı Allahın dostluğuna. Elə isə sən Allahın dostu olmağa çalış, Allahı daha çox zikr et və daha dünya işləri isə onun üçün narahat olma. Verdi, yeyəcəksən, vermədi, səbr edəcəksən. Bu dünya sürət ilə gəlib keçəcək. Bir də görəcəksən ki, Allahın ölüm mələyi sənin önündədir. Bax, həmən an sənin bütün yaşadığın imana dəyər. Əgər sən həmən ana qədər Allahın dostuydunsa, o ölüm mələyi özü ilə gətirdiyi nur üzlü mələkləri sənə həvalə edəcək. Onlar səni gözəl, sevə-sevə ruhunu canından alaraq, ruhunu bədənindən alaraq Allahın huzuruna aparacaqlar. Amma sən bir həyat yaşadın ki, ürəyim belə istəyir, bunu bacarıram, bunu edirəm, əccəb edirəm, mən belə istəyirəm, özüm bilərəm, deyə bir həyat yaşadınsa, bax, həmən gün o qara üzlü mələkləri görəndə, damla-damla burnundan yaşadıqların töküləcək ki, Allahım, mən nəyi uduzdum? Sən bir ömrü uduzmuş oldun. Bir ömrü. O ömür ki, sənə daha heç vaxtı verilməyəcək. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.